Amalda MMC-nin baş direktoru Dönməz Məmmədov. Dəfələrlə möhtərəm prezidentə etdiyim müraciətdə göstərdiyim kimi dövlət məmurlarının mənə qarşı etdiyi haqsızlığın bu günə qədər nəticəsi olmamasıdır. Bildirmək istəyirəm ki, bir daha 2015-ci ildə Baş Prokuror İstintaq İdarəsində başlanmış cinayət işinin bu günə qədər heç bir nəticəsi yoxdur. Ondan sonra müxtəlif dövlət məmurlarının mənə qarşı etdiyi cinayət əməllərinin aid sənədlər müxtəlif dövlət orqanlarına təqdim etsəm də, yenə də istər İsmail rayonunda, istərsə Abşeron rayonunda, istərsə Binəqədi rayonunda, istərsə Sumqayıt şəhərində olan cinayət işlərinin heç biri də bu günə qədər öz nəticəsini verməmişdir. Buna səbəb bu cinayətin arxasında duran dövlət məmurlarıdır. Mən buradan bir daha üzümü hörmətli Baş Prokuror Kamran müəllimə tuturam. Hörmətli Kamran müəllim, mən sizin qəbulunuzda 2 dəfə olmuşam. Hər 2 dəfədə sizin qəbulunuzda olarkən siz mənim dinləməyiniz üçün bütün şəraiti yaratdınız və sizə olan ərizələri təqdim etmişəm. Bu günə qədər həmin ərizələrin nəticəsi haqqında hər hansı bir məlumat ala bilməmişəm. Prezidentin köməkçisi Fuad müəllimin qəbulunda olmuşam. Dəfələrlə həmin vaxtda ərizələri təqdim etmişəm. Yenə də bu günə qədər heç bir məlumat olmamışdı. 2024-cü ilin dekabrın 6-sında axırıncı dəfə olarkən həmin ərizələr 2017-ci ildə Baş Prokurora göndərilib. Çox təəssüflər olsun ki, bu günə qədər yenə də həmin ərizələr haqqında heç bir məlumat verilmir. 10 fevral 2025-ci ildə Baş Prokurorluqda oldu. Baş Prokuror olarkən mənə bildirdilər ki, bir daha Baş Prokurorluqda sizin işiniz araşdırılmayacaq. Dəfələrlə bu haqda məlumat vermişəm. Təəssüflər olsun ki, bir dəfə Baş Prokurorluqdan mənə zəng elədilər. O məsələləri qədər soruşarkən mən onlara dedim ki, xahiş eləyirəm. Baş Prokurorluqda olan kameranı açın, həmin sözü kim mənə deyibsə, məndən yaxşı görəcəksiniz. Sizdən bir daha xahiş edirəm, mənə qarşı olan dövlət məmurlarının cinayət əməllərini gizlətməyə imkan verməyin. Faktla danışacağam. Bu 2022-ci ildə Binəqədi rayonunda oğurlanan maşındır. Zəhmət olmasa. 10 mart 2022-ci ildə Qafqaz Leasing həmin maşının mənim adıma keçirilməsi üçün məktub verib. Dəfələrlə sizə müraciət etmişəm. Mənə Baş Prokurorluqda olarkən dedilər ki, Binəqədi prokuroruna zəng edib çağıracaqlar. Bu günə qədər də bu məsələ açılmır. Səbəb nədir? Səbəb mən sizə açıq deyim ki, 2017-ci ildə 2017 ya 19 Binəqədi rayon polis şöbəsi rəisi Namiq müəllim vardı. Namiq müəllimə zəng edib tapşırmışlar, mən onun qəbulunda oldum. Həmin adamı İstintaq bölmə şöbəsinin rəisinin yanına gətirdilər. Gətirərkən İstintaqın rəisi bildirdi ki, həmin adamı salın içəri və aşağı apararkən qapıya çatanda o adam İstintaqın rəisinə bildirdi ki, xahiş elə bir dəqiqə sözüm var. İstintaqın rəisinə bu işin arxasında duran insanın adını çəkdi. Və bir daha sizdən xahiş edirəm. Mən vətəndaşam, mənim haqqımdır. Kiminsə dayısı ya əmisi harda işləyirsə, qanun buna imkan vermir ki, bu cinayət gizlənsin. Mən sizdən xahiş edirəm, bu məsələ nəzarətə götürülsün və bu məsələ araşdırılsın. Və son günlər mənə bir dənə məktub göndərilib Baş Prokurorluqdan aprel ayında. Sizə həmin məktublara qədər bildirirəm. İsmail rayonu prokurorluğuna aid olan bir sənəddir. Sizdən xahiş edirəm. İsmail rayonu prokurorluğunda dəftərxana müdürü var. 2019-cu ilin dekabrın 11-də ona səs yazısı təqdim edilib. Onun yanında mənimlə olan adam çağırıldı və bildirdi ki, gedin bir yerdə məsləhətləşin, gəlin. Biz həmin vaxtda həmin adamın öz razılığı ilə həmin sənəti zaps elətdirmişik, olduğu kimi aramızda nə danışıq olursa və gətirdik, dəftərxananın müdürü ehtiyac müəllimə verilib. Mən indi sizə xahiş edirəm, həmin səs kimdədir, niyə bu cinayət gizlədilir, günü-günə niyə satılır, digər məsələlər. O biri məsələlərdə bildirmək istəyirəm ki, polisin məndə haqqında olan yazışmalar var. İstintaq nə üçün həmin yazışmaların birini araşdırmır? Həmin adam çağırılmır. Səbəb nədir? Bu cinayətin arxasında duran kimdir?
Nə üçün bu günə qədər susuruq? Mən sizdən bir daha xahiş edirəm, həmin işləri nəzarətə götürsün. Əlavə, bildirmək istəyirəm ki, Allah rəhmət eləsin, övlad daha pis şeydir. Azərbaycan ordusunda əli silah görməyən insana şəhid statusu verilib. Həmin adam qısa bir vaxtda mənə qarşı istifadə olunacağını bilirəm. Mən hərbi prokurorluqda oldum. Hərbi prokurorluqda müstəntiq bildirdi ki, bəli, o adama şəhidlik statusu düşmür. İndi mən buradan hörmətli prezidentimizə xahiş edirəm. Şəhidlik statusu düşməyən bir insana hansı dövlət məmuru şəhidlik statusu, şəhidlər bizim qürurumuzdur, şəhidlər bizim ant yerimizdir. Mən sizdən xahiş edirəm, mənimlə bağlı olan prosesləri tam nəzarətə götürün. Gələcəkdə bəzi dövlət məmurlarının əlində olan alətə çevrilmiş insanlar mənə qarşı istifadə olunacaq. Prezidentin sərəncamı var. Onunla əlaqədar hər prokurorluqda ərzam olub. Sizdən xahiş edirəm, əgər vətəndaş çağırılırsa, gəlmirsə, onun məcburu dindirməyə gətirirlər ya yox. Nə üçün bu günə qədər hərbi prokurora həmin adam dindirilməyə gətirilməyib? Əlavə, sizə bildirirəm ki, Sumqayıt şəhər icra hakimiyyəti haqqında. Baxın, Məzahir adlı adamdır. Bu Məzahir adlı adam Zakir müəllim Sumqayıt şəhəri icra hakimiyyəti təyin olunduğu gündən düz pandemiya dövrünə qədər pulları Zakir müəllimin adından pulu yığan bu olub. Mən nə bu yazdım, nə mən yazmışam, nə də bu pulu mən vermişəm. Bunu yazan da, Zakir müəllim də, Zakir müəllimin Məzahiri də, bunu yazanlar hamısı bilir ki, bu pulu kim alıb, kimə verib. Mən nə üçün bu günə düşməliyəm? Polislə mənim fəaliyyətimi zəbt edilib. Polis rəisinin qəbulunda olmuşu 10 noyabrda. Dövlətin vergisini olan sənəti adi sənət kimi qəbul edilir. Son vaxtlar Sumqayıt şəhərində o ərazidə fəaliyyət göstərən vətəndaşlar yolu bağlamaq istəyib. Mən buradan Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm, xahiş edirəm, mənim dinləyin. Həmin vətəndaşlar yolu bağlamaq istəyiblər. Onu Sumqayıt şəhər polisinə, yol polisinə mindirib Vita maşınına gətiriblər. Orada nə söhbət olub? Niyə biz vətəndaşları durduğumuz yerdə dövlət məmurları incitməlidir? Əlavə, bəzi məmura bir səsimi çatdırıb və bildirmək istəyirəm. Sizin hansı dövlətdə haranın şəkil çəkdiyinizi çox gözəl bilirəm. Hansı dövlətin 5 hektarlıq ərazisində o tikintidən nə istehsal eləyəcək onu da bilirəm. Unutmayın, bizim qulluq etdiyimiz, edəcəyimiz Azərbaycan dövlətdir. Biz heç bir zaman bu dövlətdən qırağa gedən deyilik, getməyəcəkdir. Mən buradan hörmətli prezidentimizə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm. Baş prokurora müraciət edirəm. Sizdən xahiş edirəm, bir vətəndaş olaraq mənə qarşı olan haqsızlıqlar araşdırılsın, nəzarətə götürülsün. Mənim başıma istənilən bir hadisə gələrsə, bunu birbaşa bir daha bildirirəm. Mənə aid olan cinayət işlərdə bəzi dövlət məmurları və Sumqayıt şəhər polisi icra hakimiyyəti daşıyacaq. Mən yaxın günlərdə, bu həftələrdə mətbuat işlərin gözü qarşısında öz fəaliyyətimə Sumqayıt ərazisində başlayacağam. Orada olan istənilən təxribata olacaqsa, həmin təxribatında başında duracaq dövlət məmurları. Sizdən xahiş edirəm, mənim bu işlə əlaqədar etdiyim müraciətlərə əlaqədar bəzi dövlət məmurları hansı işləri dediyim yəqin onlar məndən daha yaxşı bilir. Ona görə də son dəfə sizə xahiş edirəm, mənim təhlükəsizliyimi nəzarətə götürün, mənim müraciətimi hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürüb, doğru dürüst araşdırılsın. Məni dövlətdə çıxılmaz vəziyyətə salmasınlar. Bir daha sizdən kömək gözləyirəm.